Salam, mən İnam Təhsil və İnkişaf Mərkəzinin Riyaziyyat müəllimi Əliyeva Şəfiqə. Bugün bu videoda biz Riyaziyyat 2025 test toplusu 1-ci hissədən natural ədədlər mövzusuna aid olan natural ədədlərin onluq say sistemində yazılışı bölməsindən olan sualların izahına baxacağıq. Ümid edirəm ki, bu videoya baxdıqdan sonra natural ədədlərin onluq say sistemində yazılışı bölməsinə aid olan suallarda bir çətinliyiniz qalmayacaq. Başlamazdan əvvəl sizə onlayn dərslərimiz haqqında məlumat vermək istəyirəm. Hal-hazırda İnam Təhsil və İnkişaf Mərkəzində bütün fənlər üzrə, o cümlədən Çin, Alman, İngilis və Rus dilləri üzrə keyfiyyətli dərslər keçirilməkdədir. Dərslərimizə qoşulmaq və ətraflı məlumat almaq üçün ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək izahımıza. Baxaq birinci sualın izahına. Birinci sualda yazılıb ki, ifadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir. Yəni bu nə deməkdir? N-in bütün natural qiymətlərində, yəni n həm tək ədəd olduqda, həm cüt ədəd olduqda ifadələrin qiyməti tək ədəd olmalıdır. Əvvəlcə baxaq, A variantında n kvadrat minus 1 ədədi. Təbii ki, ilk olaraq bu suallarda biz tək ədədlərin düsturu olan 2n plus 1 və yaxud da cüt ədədlərin düsturu olan 2n. Bunu yerinə qoymaqla da hesablaya bilərik. Ancaq burada o əlverişli üsul deyil. Bizə sadəcə soruşur ki, n-in hansı bütün natural qiymətlərində ifadələrin qiyməti tək ədəd olsun. Bu zaman nə edirik? Gətirib n-lərin yerinə ədəd qoyuruq. Yəni, n-ə bir dəfə tək qiymət veririk. Məsələn, tək ədəd olaraq 1-i götürürük. Bir dəfə də cüt ədəd veririk. Məsələn, 2. Gətirib ifadələrin hər birində yerinə qoyuruq və hesablayırıq. Hansında tək ədəd alınarsa hər iki halda, o zaman bizim cavabımız o olar. Birinci ifadə n kvadratı minus 1-dir. N-ə gətiririk tək ədəd verəndə olacaq 1 minus 1 bərabərdir 0. Daha sonra cüt qiyməti gətirib yerinə qoyuruq. Olacaq 4 minus 1 bərabərdir 3. Görürük ki, artıq ifadə n-in bütün natural qiymətlərində tək olmadı. Çünki burada 0 var. 1 qoyanda 0 alındı və 0 nə tək ədəddir, nə cüt ədəd. Gəlirik, yoxlayırıq. İkinci B variantı nə olacaq? N kvadratı plus 1. Burada n-in yerinə bir dəfə gətirib 1 yazırıq. Olacaq 1 üstə gəl 1, yəni tək qiymət 2. Artıq ikincini yoxlamağa ehtiyac yoxdur. Çünki biz burada nə aldıq? 2 cüt ədəd. Bizdən soruşur ki, ifadənin qiyməti tək ədəd olsun. O zaman deməli cavabımız B variantı da deyil. Daha sonra gəlirik C variantı 2n kubu üstə gəl 3. Burada gətirib n-in yerinə bir dəfə tək ədəd qoyuruq. 2 vurulsun 1 üstə gəl 3 bərabər olacaq 5-ə. Bu ədədi tək ədəd oldu. İkinci dəfə 2 vurulsun. Cüt qiymət olaraq 2 qoyuruq 8 üstə gəl 3. Bu isə edəcək 16 plus 3 19. Görürük ki, ifadənin həm tək qiymətində, n-in həm tək qiymətində, həm də cüt qiymətində ifadənin qiyməti nə oldu? Tək ədəd oldu. Deməli cavabımız olacaq C variantı. Digərlərini də yoxlaya bilərik. Digərlərini yoxladıqda isə artıq şifahi olaraq baxsaq və yaxud da yazaq. 2n kvadrat 2 vurulsun 1 edəcək cüt ədəd, yəni rəqəm. Daha sonra 2 vurulsun 2-nin kvadratı 4 bərabər olacaq 8-ə. Hər iki halda cüt elədi. Bizdən isə təki soruşurdu. Digər variantda 2n kvadrat üstə gəl 2. Gətirib n-in yerinə bir dəfə yenə tək qoyaq. 2 vurulsun 1 üstə gəl 2. O bərabərdir 4-ə. Daha sonra cüt ədəd qoyaq. 2 vurulsun 4. 2 qoyduq kvadrata yüksəltdik. Üstə gəl 2 bərabər olacaq 10-a. Hər iki halda cüt elədi. Biz onsuz da cavabı tapmışdıq ki, cavab C variantı. C variantında hər iki halda nəticə tək eləyəcək. C variantını işarələyək. Cavabımız oldu C variantı. İndi isə gəlin baxaq ikinci suala. İkinci sualda deyir ki, 7a, sualı burada da yazıram. 7a minus 3 kvadrat ifadəsinin qiyməti tək ədəddir. A daxili təbii ki, natural ədədlərə. İfadələrdən hansının qiyməti cüt ədəddir soruşur. Biz əvvəlcə təyin eləməliyik ki, bu ifadənin qiyməti tək ədəddirsə, A-nın hansı qiymətində tək ədəddir? Yəni, A tək olanda tək olub, yoxsa cüt olanda tək olub? Bunu təyin eləməliyik. Onun üçün nə edirik? A-ya gətiririk bir dəfə tək qiymət veririk, məsələn 1. Bir dəfə isə cüt qiymət veririk, məsələn 2. Yoxlayırıq ki, ifadənin qiyməti təkdə yoxsa cütdə tək qiymət alıb. Gəlin yazaq, tək qiymət verəndə 7 vurulsun 1 çıxılsın 3-ün kvadratı bərabər olacaq 4-ün kvadratı 16. Digər 2, 7 vurulsun 2 çıxılsın 3. Kvadratı eləyəcək 7 dəfə 2, 14 çıxılsın 3-ün kvadratı 11-in kvadratı bərabər olacaq 121-ə. Bizə deyirdi ki, verilmiş ifadənin qiyməti tək ədəd olsun. Baxırıq ki,
ifadənin qiyməti A-nın cüt qiymətində tək oldu. Deməli, biz aşağıdakı hallarda nəyi yoxlamalıyıq? A-nın cüt qiymətini. Məsələn, 2. Gətirib variantlarda cüt qiyməti yerinə yazırıq. Baxaq A variantına. A kvadrat çıxılsın 1 bərabərdir. 2-ni yerinə yazsaq, olacaq 4 çıxılsın 1 bərabərdir 3. Bizdən soruşur ki, ifadənin qiyməti cüt ədəd olsun. Biz aldıq tək ədəd. Deməli, A variantı bizim cavabımız deyil. Baxırıq B variantına. 5A üstəgəl 2 bərabərdir. A-nı biz cüt təyin eləmişdik deyə gətirib yerinə cüt qiymət qoyuruq. 5 vurulsun 2 üstəgəl 2. Cavab eləyəcək 12. Nəticəmiz tək oldu. Deməli, cavabımız B variantıdır. Digər variantları da təbii ki, yoxlaya bilərik. Hər birini yoxladıqda artıq bizim qiymətimiz tək olacaq. İndi isə gəlin 3-cü sualın həllinə baxaq. 3-cü sualda soruşulur ki, 3x minus 1 kvadrat ifadəsinin qiyməti cüt ədəddir. X təbii ki, yenə daxildə natural ədədlərə. İfadələrdən hansının qiyməti cüt ədəddir? Yenə bizim ilk işimiz nə olmalıdır? Burada x-in tək yaxud da cüt olduğunu araşdırmalıyıq. X-in tək yaxud da cüt olduğunu tapdıqdan sonra artıq gəlib variantlarda yerinə ya cüt ədəd, ya tək ədəd qoyub yoxlamalıyıq. Hansında cüt alınarsa cavabımız o olacaq. Gəlin yoxlayaq. Əvvəlcə x-in tək yoxsa cüt olduğunu araşdıraq. X-a 1 verək və 2 verək. Tək qiymət olaraq 1, cüt qiymət olaraq 2. Necə olacaq? 3 vurulsun 1 minus 1-in kvadratı bərabərdir. Burada eləyəcək nəticə 4. Digərində 3 vurulsun 2 minus 1-in kvadratı bərabərdir. 6 çıxılsın 1-in kvadratı 25. Nəticə elədi tək ədəd. Bizdən sonra bizə deyirdi ki, ifadənin qiyməti cüt ədəddir. Hansında cüt ədəd oldu? X-in tək qiymətində. Deməli deyirik ki, x-imiz nə imiş? Tək imiş. İndi x-in tək qiymətini gətirib variantlarda yerinə yazırıq. Hansında cüt qiymət alınsa, cavabımız o olacaq. A variantında yoxlayaq. X kvadrat minus 3x plus 1 bərabərdir. Burada gətirib x-in tək qiyməti, x-a bu dəfə 3 qiymətini verək. 3 də tək ədəddir, tək rəqəmdir bilirik ki. Yazırıq yerinə 3 nə olacaq? 9 minus 3 vurulsun 3 plus 1. Nəticə eləyəcək 1. Yəni tək. Bizdən soruşur ki, ifadənin qiyməti cüt ədəd olmalıdır. A variantı cavabımız deyil. Gəlirik B variantına. 9x kvadrat minus 2x. Gətirib x-in yerinə tək qiymət 3-ü qoyuruq. Olacaq 9 vurulsun 9 çıxılsın 2 vurulsun 3 bərabərdir. 81 çıxılsın 6. O da edəcək 75. Yenə ifadəmizin qiyməti nə oldu? Tək ədəd oldu. Biz cüt qiymət axtarırıq. C variantında 5 vurulsun 3 minus 2 vurulsun 3-ün kvadratı 9. Bərabər olacaq 5 vurulsun 3 15, 2 dəfə 9 18. Yəni mənfi 3 edəcək. Yenə də cavabımız mənfi ədəddir. Təbii ki, biz mənfi ədədlərin təkliyinə yaxud da cütlüyünə baxa bilmirik. Daha sonra gəlib baxırıq 6x plus 5 bərabərdir. 6 vurulsun 3 üstəgəl 5 edəcək 18 üstəgəl 5 23. Yenə tək ədəddir. 7 vurulsun digərində 3-ün kvadratı 9 üstəgəl 5 vurulsun 3 bərabər olacaq. 7 vurulsun 9 63 üstəgəl 15 bərabərdir 78. Deməli Y variantında biz x-in yerinə tək ədəd gətirib qoyduqda cavab eləyəcək 78, yəni cüt ədəd. Bizə də deyirdi ki, ifadələrdən hansının qiyməti cüt ədəddir. Cavabımız olacaq Y bəndi. Keçid eləyək növbəti suala. Yenə eyni tipli bir sualdır. Sualda deyilir ki, 4-cü sualda x cüt, qeyd eləyək burada x cüt, y tək ədəd olduqda ifadələrdən hansının qiyməti tək ədəddir? Yenə deyirəm, bu cür suallarda yerinə ədəd qoyub hesablamaq ən rahat üsuldur. X cüt deyirsə, x-ə gəlin verək 2, y-ə qiymət versək 1. Yəni x cüt y tək. Gətirib ifadələrdə yerinə yazıb hesablayaq. A variantında hansı ifadədir? X plus y kvadrat üstəgəl 3 bərabərdir. Cəmləri 3 eləyəcək, kvadratları 9 üstəgəl 3 bərabərdir 12. Bizdən soruşur ki, ifadələrdən hansının qiyməti tək ədəddir? Bu cüt ədəddir. Cavabımız deyil. X cüt ədəddir. Cavabımız deyil. Baxırıq B variantına. 3x plus 2y kvadrat bərabərdir. 3 vurulsun 2 üstəgəl 2 vurulsun y 1-in kvadratı da 1 bərabər olacaq 6 üstəgəl 2 8.
Yenə nəticə nə oldu? Cüt oldu. Biz tək axtarırıq. X plus y plus 1 bərabər olacaq. Tək ədəd kimi nəyi götürmüşdük? 1-i cüt ədəd kimi 2-ni. 2 plus 1 plus 1, 4. Yenə cüt ədəddir. X kvadrat plus 3y D variantını yoxlayırıq. 2-nin kvadratı 4 üstəgəl 3 bərabərdir 7. Aha, tək ədədi aldıq. Y variantını da hər ehtimala qarşı yoxlayırıq. Nə olacaq? X plus 2y kvadrat bərabərdir. X-in yerinə 2 qoyuruq, y-in yerinə 1 qoysaq 2 eləyəcək. Kvadratı da eləyəcək 16. Yenə cüt ədəddir və bizdən tək ədədi soruşurdu. Cavabımız olacaq D bəndi. Keçid edək növbəti suala. Növbəti sualda soruşulur ki, x cüt ədəd, y tək ədəd olduqda ifadələrdən hansının qiyməti cüt ədəddir? Yenə də yazırıq. X-a yenə cüt ədəd olaraq 2-ni verək. Y-ə tək ədəd olaraq isə 1 verək. İfadələrdən hansının qiyməti cüt ədəd olduğunu soruşursa, bir-bir gətirib yoxlayırıq. 2 vurulsun 2 üstəgəl A variantını yoxlayırıq. 2 vurulsun 2 üstəgəl 3 vurulsun 1 bərabərdir. 4 üstəgəl 3, 7. Tək ədəd elədi, biz cüt axtarırıq. B variantı 5 vurulsun 2-nin kvadratı 4 üstəgəl 2 vurulsun 1-in kvadratı 1 bərabər olacaq 22. Cüt ədəddir. Aha, bizdən də cüt ədədi istəyirdi. Deməli, cavabımız B bəndi olacaq. C, D, Y variantlarını yoxlasaq, hər birində tək qiymət alacağıq. Bizdən soruşulan cüt ədəd olduğuna görə cavabımız B variantı. Keçid edək 6-cı suala. 6-cı sualda deyilir ki, x və y cüt ədədlər olduqda ifadələrdən hansının qiyməti tək ədəd ola bilər? Baxın, burada demir ki, ifadələrin qiyməti tək ədəd olsun və yaxud da cüt ədəd olsun. Yəni, bu ifadələr, aşağıdakı ifadələr düzdür, x və y hər ikisi cüt ədəddir. Məsələn, 2-2 ola bilər, 2-4 ola bilər. Cüt ədədlər qiymətlər verə bilərik. Deyir ki, aşağıdakı ifadələrdən hansının qiyməti tək ola bilər? Yəni, tək qiymət də ala bilər, cüt qiymət də ala bilər. Bu ifadələrdən qoyub yoxlasaq, məsələn, 2-4-ü qoyub yoxlayaq. A variantında nə edəcək? 5 vurulsun, 2 vurulsun, 4. Yəni, 40. Elədir cüt. B variantında yoxlasaq, 5-in 2-nin kvadratı. X-in qiymətin 2 götürürük, Y-in qiymətin 4 götürürük. 2-nin kvadratı 4 üstəgəl, 4-ün kvadratı 16 bölünsün 2. Bərabər olacaq 10-a. Yenə cüt elədi. C variantında 2-nin kubu 8 üstəgəl Y, 4-ün kubu 64. Bölünsün 4-ə bərabər olacaq 72 bölünsün 4. O da 18 edər. Yenə cüt elədi. D variantında 2 üstəgəl 3 vurulsun 4 bərabər olacaq 14-ə. Gəlin, Y variantını yoxlayaq. 2 üstəgəl 4 bölünsün 2. Aha, 6 bölünsün 2 bərabərdir 3. Cavabımız nə elədi? Tək elədi. Yəni, burada demirik ki, hər zaman x üstəgəl y hər ikisi cüt olduqda x üstəgəl y bölü 2 cüt qiymət alacaq, tək qiymət alacaq və yaxud da. Burada, məsələn, 2 və 4 verəndə tək aldıq. Amma cüt qiymət aldığı da ola bilər. Məsələn, 2 üstəgəl 2, yəni x, y hər ikisi cütdür, hər ikisinə 2 verə bilərəm. O zaman bölünsün 2 bərabər olacaq, nəticə nə elədi? Cüt elədi. Yəni, ola bilər burada o şərt ona görə yazılıb ki, cüt də ola bilər, tək də ola bilər. Biz də axtarırdıq ki, hər ikisinin olan biləni, yəni tək qiymətdə ala bildiyin. O zaman deyirik ki, 6-da cavab olacaq Y bəndi. Bu sualın da izahı belə. İndi gəlin baxaq 7-ci suala. 7-ci sualda maraqlı sualdır. 7-ci sualda deyilir ki, ardıcıl 100 natural ədədlər arasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-a bərabərdir. Baxın, ardıcıl natural ədədlər nə deməkdir? Burada ardıcıllığın neçənci həddən başladığını demir. Məsələn, ardıcıl natural ədədlər biz özümüzdən götürsək, 2, 3, 4, 100 dəfə deyirsə, üstünə bir gələ-gələ gedirik və sonda üstünə nə gəlməliyik? 99. Çünki 99-a artıq gələndə ədədin üstünə 100-cü ədəd sayılacaq. 2 üstəgəl 99 edəcək 101. Baxın, bu müəyyən bir ardıcıl natural ədədlərdir. Yəni, deməyə çalışıram ki, bunlar arasındakı fərq neçədir hər zaman? 1-dir, 1-1 artır. İndi sualda deyilir ki, ardıcıl 100 natural ədədlər sırasında. Birinci ədədi bilirik, xeyr, qeyd eləyərəm x. Bilmirik. İkinci ədədimiz nə olacaq? X plus 1. Üçüncü ədədimiz x plus 2. Nöqtə-nöqtə davam eləyəcək 100 dənə deyirsə, sonuncu ədədimiz, yəni 100-cü ədədimiz olacaq x plus 99. Deyir ki, bu ədədlər sırasında
sırasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-a bərabərdir. Buradan aydın görünür ki, ən kiçik ədədimiz x, ən böyük ədədimiz x plus 99. Cəmlərin yazsaq, bizə cəmi verib neçə? 629. Bu tənlik sadə bir tənlikdir. X plus x 2x plus 99 bərabərdir 629-a. Gəlin bunu hesablayaq. 2x bərabər olacaq 629-dan 99-u çıxırıq. 0, 12-dən 9, 3 və 5. 530. X burada nəyə bərabər olacaq? 2, 6 və 5. 265. Bu sıradakı ən kiçik ədəd hansıdır soruşur. Baxın, x-i tapmışıq 265. Digər ədədlərimiz nə olacaq? 266, 267 və s. Sonuncu ədədimiz davam edəcək. Bu sıranın ən kiçik ədədi təbii ki, x-in özü olacaq. Ona görə cavab olaraq deyirik ki, bu sıranın ən kiçik ədədi 265 D variantındakı ədədimiz olacaq. AB 7 üstü xətt təbii ki, AB üstü xətt bərabərdir 133-ə. Biz bilirik ki, AB üstü xətt burada ədəd mənasındadır. 133 olarsa deyir A plus B cəmini tapın. Bunun iki yolu var. Alt-alta yazmaqla da həll edə bilərik. Amma rahat yolu mən deyərdim ki, sadəcə bunları açmaqla həll etmək mümkündür. Necə yazarıq? 100A üstəgəl 10B üstəgəl 7. Bunun açılışı. Çıxılsın. Təbii ki, qarşıda mənfi var deyə mötərizədə də 10A üstəgəl B bərabərdir 133-ə. Gəlin mötərizələrdən azad olaq. 100A üstəgəl 10B üstəgəl 7 çıxılsın 10A çıxılsın B bərabərdir 133-ə. İndi oxşarları toplayaq və yaxud da çıxaq. 100A çıxılsın 10-a 90-a 10-a çıxılsın B üstəgəl 9B üstəgəl 7. 7-ni bərabərliyin sağ tərəfinə keçirsək nə olacaq? 133 çıxılsın 7. Yəni 126. 90-a 9B idi, cəmidir. Buradan ortaq vuruq 9-u çıxarsaq nə olacaq? 10A üstəgəl B bərabərdir 126-ya. Gəlin bunu hesablayaq. Burada 10A plus B nəyin açılışıdır? A və B üstü xəttir. Yəni 9 vurulsun. AB üstü xətt bərabərdir 126-ya. Buradan AB üstü xətti təyin eləsək 126 bölünsün 9 olacaq. O da olar 14 dəfə. Artıq məlumdur ki, A 1-dir, B 4-dür. Qeyd edək, A bərabərdir 1, B bərabərdir 4. Bizdən soruşulan nə idi? A plus B cəmini tapın. Yazırıq A plus B bərabər olacaq 5-ə. Cavab Y variantı. Keçid edək növbəti suala. Növbəti sualımızda deyilir ki, yenə 8-ci suala oxşar sualdır. 9-cu sual. AB 8 üstü xətt çıxılsın. AB üstü xətt bərabərdir 179-a. Eyni qayda ilə həll eləsək, bunun açılışı necə olacaq? 100A üstəgəl 10B üstəgəl 8. İndi gəlin burada belə bir şey yazaq. AB nəyə bərabərdir? 10A üstəgəl B-yə. Qarşıda mənfi var deyə açılış zamanı necə yazarıq? Çıxılsın 10A, çıxılsın B. Yəni B-nin işarəsi dəyişəcək. Bərabərdir 179-a. Bunu hesablayaq. 100A çıxılsın 10-a. 90A 10B çıxılsın B üstəgəl 9B-yə bərabərdir. Yenə 8-i bərabərliyin sağ tərəfinə keçirsək 171 olar. O zaman buradan yenə eyni qayda ilə 90A və 9B. 9-u mötərizə xaricinə çıxarsaq 10A plus B bərabər olacaq 171-ə. 10A plus B nəyin açılışıdır? AB üstü xətt bərabərdir. 171-i 9-a böləndə 19 edər. Aydındır ki, A bərabərdir 1, B bərabərdir 9. Bizdən soruşulan A plus B cəmidir. Bərabər olacaq 10-a. Yəni 9-da cavab C variantı. Keçid edək 10-cu suala. 10-cu sualda deyilir ki, 2 rəqəmli AB ədədi üçün qeyd edeyim burada. AB üstü xətt bərabərdir 2A üstəgəl 4B-yə. A plus B cəmini soruşur. 2 rəqəmli AB ədədinin açılışı necə olacaq? 10A üstəgəl B. Bərabərdir. Bərabərliyin sağ tərəfini köçürürəm. İndi nə edirik? A-ları bir tərəfə, B-ləri bir tərəfə ifadə etmək üçün. 2A-nın işarəsi müsbətdir. Bu tərəfə keçirdəndə olacaq mənfi. Yəni 8A bərabər olacaq. B-ni bərabərliyin sağ tərəfinə keçirsəm olacaq 3B. Bu cür ifadələrdə biz əslində nə etməliyik? A bərabərdir 3K, B bərabərdir 8K.
B bərabərdir 8K-ya. Amma burada A, B üstü xətt ədədimiz olduğuna görə biz bilirik ki, A və B burada sadəcə rəqəmlər ala bilər. Yəni, K-nın burada yeganə qiyməti 1-dir. Çünki K-ya 2 versək, məsələn, B burada 16 olar və B rəqəm almalıdır sadəcə qiymət olaraq. Ona görə K yalnız 1 ola bilər. A bərabər olar o zaman 3-ə, B bərabər olar 8-ə. Bizdən yenə A plus B cəmi soruşur. O isə olacaq A plus B bərabərdir 3 plus 8, yəni 11. Bu açıq sualımızdır. Variantı yoxdur. Cavab olacaq 11. Gəlirik 11-ci suala. 11-ci sualda eyni qayda ilə həll olunacaq. Qeyd eləyək burada. 2 rəqəmli AB ədədi üçün AB üstü xətt bərabərdir 3A plus 4B. Yenə AB üstü xəttin açışı 10A plus B bərabərdir 3A plus 4B-yə. A-ları bir tərəfə, B-ləri bir tərəfə yazsaq 7A bərabər olacaq 3B-yə. Dediyimiz qaydanı tətbiq eləyəndə, yəni AB üstü xətt ədədlərdə biz deyirik ki, K-nın əgər 5-dən böyükdürsə, yəni yeganə qiyməti var, 1-dir. O zaman A bərabərdir 3-ə, B bərabərdir 7-yə. Bizdən soruşulan B minus A fərqidir artıq burada, bərabərdir 7 minus 3, cavab olacaq 4. Qeyd eləyək burada, cavab 4. Gəlin baxaq 12-ci suala. 12-ci sualda soruşulur ki, AB, yenə bir ədəd verilib, 2 rəqəmli ədəd, 2A plus 5B. Olarsa, AB ədədinin, yəni bu ədədin bizdən ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın deyir. Nə edirik? Yenə ifadə eləyək 10A üstəgəl B bərabərdir 2A üstəgəl 5B-yə. A-ları bir tərəfə 8A, B-ləri bir tərəfə 4B. Burada ifadə etməzdən əvvəl mən hər zaman qeyd edirəm ki, nə etməliyik? İxtisar eləməliyik. Hər tərəfi 4-ə ixtisar eləsək, olar 2A bərabərdir B-yə. Artıq burada K-larla ifadə eləməyə ehtiyac var. Çünki K birdən fərqli qiymətlər alacaq. A bərabərdir, B-nin əmsalı 1-dir, yəni 1-in misilləri K, B bərabərdir 2-nin misilləri, yəni 2K-ya. İndi gəlin burada bizdən soruşur ki, ən böyük qiymət AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. Burada K-ya qiymətlər verək. Baxaq görək, K birdən, təbii ki, birdən başlayır. Birdən başlayaq qiymətlər verməyə. K 1 olsa A neçə olacaq? 1. B neçə olacaq? 2. K daha sonra təbii ki, qiymətlər ala bilər. K-nın ən kiçik qiyməti 1-dir. Ən böyük qiyməti isə burada K-nın neçə olacaq? 4 olacaq. Çünki K-nın qiyməti 5 olsa, artıq bu 2 vurulsun 5. O nədər? Biz isə deyirik ki, AB burada yalnız nə olmalıdır? Rəqəmlər almalıdır. O zaman yazarıq ki, K-nın ən böyük qiyməti 4-dür. Bu zaman A bərabərdir 4, B bərabərdir 8. Bizdən soruşulan nə idi? Soruşulan AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqi. Ən böyük qiyməti burada qeyd elədik ki, bunlar 48. Çünki K-nın 4 qiymətində, yəni ən böyük qiymətində A 4 alıb, B 8. Çıxılsın. Ən kiçik qiyməti isə 1 olduğu zaman aldı 12. O da edəcək 36. 12-ci sualın cavabı eləyəcək 36. Baxaq növbəti sualımıza, 13-cü sualdayıq. Sualda yenə 12-ci suala bənzər bir sualdır. AB üstü xətt bərabərdir 4A plus 3B. Deyir ki, AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın. Artıq cəmini soruşur. Hesablayaq. AB-nin açılışı 10A üstəgəl B bərabərdir 4A plus 3B-yə. Olacaq 6A, A-ları bir tərəfə, B-ləri bir tərəfə, 2B. Dediyim qaydanı tətbiq edirik. Əvvəlcə ixtisar edirik, daha sonra baxırıq qiymətlərinə. 3A bərabərdir B-yə. Burada A bərabərdir K-ya, yəni 1-dir əmsal. B bərabərdir 3K-ya. İndi baxırıq ki, K burada ən az neçə ola bilər? 1 ola bilər. K 1 olarsa, AB ədədini burada qeyd edeyim. K 1 olarsa, A neçə olacaq? 1, B olacaq 3. K-nın ən böyük qiyməti isə neçə olacaq burada? Burada K-ya 4 versək, olacaq 3 vurulsun 4, 12. B 12 qiymətini ala bilməz. Ona görə K bərabərdir, ən çox 3 ola bilər. K 3 olduqda A bərabərdir 3, B bərabərdir 9 olar. Qiymətin cəmi soruşur bizdən, ən kiçik qiymət, ən böyük qiymətin cəmi. Təbii ki, ən kiçik qiymət olacaq 13, üstəgəl ən böyük qiymət isə 39. Cavab olacaq 52. 13-cü sualda cavab 52.
İndi isə keçid edirik 14 və 15-ci sualların həllinə. 14-15 eyni tipli suallardır. Maraqlı suallardır hər biri. 14-cü sualda verilib ki, gəlin bu sualı hissə-hissə oxuyub təhlil etməyə çalışaq. 5940 ədədi. Bu ədəd verilib. Deyir, həmin ədəd 5 rəqəmli ABCDY üstü xətt və ADSBY ədədlərinin fərqinə tam bölünürsə, ədədlərinin fərqinə tam bölünmək üçün, bölünməsini tapmaq üçün nə etməliyik? Əvvəlcə bu ədədlərin fərqini tapmalıyıq. BD-dən böyükdür şərti də verilib. O zaman necə yazarıq? Gəlin bu ədədlərin fərqini qeyd eləyək. ABCDY üstü xətt çıxılsın ADSBY. Bərabərdir. Təbii ki, bu ədədlərin onluq say sistemində yazılışı zamanı nə edirik? Sağdan sola başlayırıq saymağa. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Və ona uyğun mərtəbə vahidləri təyin edib açırıq. Yəni, burada olacaq 10.000 A, üstəgəl 1000 B, üstəgəl 100 C, üstəgəl 10 D və üstəgəl Y. Çıxılsın. Burada təbii ki, hər bir toplama olduğuna görə mötərizə açıram ki, işarəni itirməyək. Olacaq yenə eyni şəkildə təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10.000 A, üstəgəl 1000 D, üstəgəl 100 C, üstəgəl 10 B, üstəgəl Y. İndi isə gəlin mötərizədən azad olaq. Bura qədər olan hissəni olduğu kimi köçürürəm. 10.000 A plus 1000 B, üstəgəl 100 C, üstəgəl 10 D, üstəgəl Y. Çıxılsın. İndi mötərizəni açaq. Mötərizəni açanda nə olacaq? 1000 A çıxılsın. Burada, baxın, müsbətdir. Daha doğrusu mənfidir. Hər biri mənfiyə çevriləcək müsbətlərin. Olacaq 1000 D, çıxılsın 100 C, çıxılsın 10 B, çıxılsın Y. Bərabərdir. Gəlin islahlara aparaq. Necə islah? Yəni, 10.000 A və 10.000 A. Təbii ki, fərqi sıfıra gedəcək. Daha sonra nə var burada? 100 C-lər və Y-lər. Hər biri sıfıra gedəcək. Yerdə nələr qaldı? 1000 B çıxılsın 10 B. Eləyəcək 990 B. Daha sonra 10 D çıxılsın 1000 D. Bu isə eləyəcək mənfi 990 D. Baxın, bu ədədlərin fərqi, bizə verilən ədədlər hansıları idi? Bu ədədlər. Bu ədədlərin fərqi nə oldu? 990 B. B çıxılsın 990 D. İndi şərtdə deyir ki, 5940 ədədi bu ədədlərin fərqinə tam bölünürsə, bu nə deməkdir? Gəlin yazaq. 5940 bölünür 990 B çıxılsın 990 D-yə deyir, tam bölünür. Yəni, qalıq qalmır. Bərabərdir. Əvvəlcə bunu biraz sadələşdirək. Surəti olduğu kimi saxlayıram. 440. Aşağıdan ortaq vuruq kimi 990-ı çıxara bilərəm. O zaman nə olacaq? 990 B minus D. Görürəm ki, burada ixtisarda gedir. 990 ixtisar gedir. Burada 1 qalar. Burada isə olar 6 dəfə. 5940-ı 990-a böləndə 6 dəfə düşər. Bərabər olacaq 6 bölünsün B minus D-yə. Bizə deyirdi ki, bu ədədlərin fərqinə tam bölünürsə, yəni burada alacağımız nəticə nə olmalıdır? Tam ədəd olmalıdır. Tam ədəd olması üçün 6-nın bölənləri olmalıdır. Və bizdən soruşur ki, B minus D fərqinin ala biləcəyi qiymətlərin cəmi. Baxın, burada 6-nın bölənləri yerinə biz mənfi qiymətlərdə yaza bilərik, müsbət qiymətlərdə. Ancaq bizə şərt vermişdi. B D-dən böyükdür. Yəni, burada 6-nın bölənləri olaraq biz mənfi ədədləri götürə bilmərik. Çünki böyük ədəddən kiçik ədəd çıxdıqda heç vaxt mənfi alınmaz. O zaman biz yalnız 6-nın natural bölənlərini götürəcəyik. Nə olacaq onda? 1, 2, 3 və 6-nın özü. Bunlar B minus D fərqinin ala biləcəyi qiymətlərdir. Hansı ki, bu qiymətləri alanda burada bizim aldığımız sondakı nəticə tam ədəd olacaq. Bu da bizim şərtimizi ödəyəcək. Bu qiymətlərin cəmi isə 3 plus 6 olacaq 12. Cavab da 14-cü sualda 12 edəcək. 15-ci suala baxaq. 15-ci sual da eyni tipli sualdır. Yenə deyir ki, ABCDY və ADSBY. Demək olar ki, eyni sualdır. Ədədlərin fərqini soruşur. Biz bu ədədlərin fərqini ABCDY minus ADSBY. Yuxarıda nə almışdıq? 990.
Baxaq, burada eyni ədədlərdir və bizdən fərqini soruşur yenə. Bu ədədlərin fərqini almışdıq 990B minus 990D'yə. İndi deyir ki, 7920 ədədi bu ədədlərin fərqinə tam bölünür və eyni şəkildə B-ni D-dən böyük verib. Yazırıq 990B minus 990D-yə bərabərdir. Bu ədədlərin fərqini hesablayarkən burada 990-ı neyləyə bilərik? Mötərizə xaricinə çıxara bilərik. Nə olacaq? B minus D bərabərdir. Burada yenə də 990-a ixtisar getsə 1 qalar. Yuxarıda isə qalar 8. 8 dəfə düşər. 8 bölünsün B minus D olacaq. Yenə də bizdən soruşur ki, B minus D fərqinin ala biləcəyi qiymətlərin cəmini və bizə B-ni D-dən böyük veribsə, burada B minus D fərqi mənfi qiymətlər ala bilməz. Və bu bərabərliyin də, daha doğrusu kəsrin də tam qiymət ala bilməsi üçün nə olmalıdır? B minus D 8-in bölənləri olmalıdır. 8-in bölənləri 1, 2, 4 və 8. Ala biləcəyi qiymətlərin cəmini tapsaq 1 plus 2 plus 4 plus 8, bu da olacaq 12 plus 3, 15. 15-ci sualda cavab 15 edəcək. 16-cı sualda deyilir ki, A və B natural ədədləri üçün C bərabərdir A minus 5 və 3B plus 1. Tək ədəd olarsa, bu ifadənin tək qiymətini verib bizə AB hasilinin ən kiçik qiymətini soruşur. Baxın, ifadənin əvvəlcə tək qiymət alması üçün biz təyin eləməliyik ki, görək mötərizələrin qiyməti tək ədədlərdir, yəni hər biri təkdir yoxsa cütdür. İfadənin qiyməti təkdirsə, burada cüt olsa, bunun nəticəsi eləyər cüt, hasil. Burada cüt və yaxud da tək, digərində tək və yaxud da cüt. Yəni, ən sadəsi ədəd qoyun hesablayın, 2 vurulsun 3, məsələn 6, yenə cüt eləyəcək nəticə. Bizdə isə deyil, ifadənin qiyməti tək olsun, yəni mötərizələrin burada hər biri nə olmalıdır? Tək olmalıdır qiymətləri. Çünki tək ədədə vuranda nəticə tək eləyəcək. Bizdən də çünki deyib, baxın, ifadənin qiyməti tək olmalıdır. AB hasilinin ən kiçik qiymətini soruşur. İndi biz bu mötərizəyə də tək qiymət verməliyik. Yəni, A və B-yə elə ədədlər verməliyik ki, tək və yaxud da cüt, nəticə tək eləsin. Ən kiçik qiymət deyirsə, gəlin əvvəlcə bu mötərizəyə baxaq. Bu ifadənin 3B plus 1. Bu əslində belə deyək də, tək ədədlərin düsturu kimi də göstərə bilərik bunu. Tək olması üçün əvvəlcə gəlin B-ni təyin eləyək görək. Tək olmalıdır yoxsa cüt olmalıdır? Məsələn, B-yə 1 verək. B-yə 1 versək, AB hasilinin ən kiçik qiymətini deyirsə, A vurulsun B-də, A da kiçik olmalıdır, B-dən kiçik olmalıdır. B 1 olsa 3 vurulsun 1 üstə gəl 1, 4 eləyəcək. Yəni, nəticə cüt oldu, bizə tək lazımdır. Gəlin B-yə 2 verək. B-yə 2 versək, nə olacaq? 3 vurulsun 2 üstə gəl 1, 7. Tək ədəddir. B isə burada cüt oldu. B-nin bizə hansı ədəd olduğu maraqlı deyil. Çünki bizdən sadəcə natural olması kifayətdir. Yazırıq A vurulsun B hasili üçün. B bərabərdir 2. Ən kiçik qiyməti B-nin 2 olacaq. İndi bu ifadənin qiyməti tək oldu, 7 oldu. Gəlirik, baxırıq A-5 ifadəsinə. Burada AB hasilinin ən kiçik qiymətini tapmaq üçün A-nın qiymətinə elə ədəd verməliyik ki, bu nəticə nə olsun? Təbii ki, natural ədəd olsun və tək alınsın. Burada A-nın ən kiçik qiyməti nə olacaq? 6 olacaq. Çünki 6 olduqda bu ifadə 6 minus 5 nə olacaq? Tək 1. Və A-nın da ən kiçik qiyməti ödəyəcək. Düzdür? O zaman A bərabərdir 6, B bərabərdir 2. AB hasilinin ən kiçik qiyməti isə nə olacaq? 12. Yenə deyirəm, əvvəlcə nə etdik? 3B plus 1 ifadəsinə baxdıq və daha sonra A-5 ifadəsi ilə qarşılaşdırdıq. Burada təbii ki, deyə bilərsiniz ki, A-ya niyə 1 vermirik? A-ya 1 versək 1-5 -4 olacaq və -4 vurulsun. B-ni də bu tərəfdən tapmışdıq. Bu ifadənin qiymətini 7 tapmışdıq. -4 vurulsun 7 olacaq -28. Cavab mənfi alındı. Bizə deyir ki, tək ədəd olsun ifadənin qiyməti. Biz mənfi ədədlərin təklinə, cütlüyünə baxa bilərik? Təbii ki, xeyr. Natural ədədlər olmalıdır. Ona görə də A vurulsun B hasili 12 edəcək. 16-cı sualda cavab 12. Baxaq 17-ci suala. 17-ci sualda deyilir ki, A, B, C natural ədədləri üçün 2A üstəgəl B üstəgəl C bölünsün 8 bərabərdir 50.
Bu 16 və 17-ci suallar yeni əlavə olunmuş suallar test toplusuna. Gəlin indi baxaq. ABC hər biri natural ədəddir və ifadənin qiyməti verilib bizə. B-nin ala biləcəyi ən böyük qiyməti soruşur. Ən böyük qiyməti. Baxın, ABC hər biri natural ədəddir və nəticə nə olub? Natural bir ədəd olub. Deməli, burada bu hissədə natural olmalıdır, bu hissədə natural olmalıdır və bu hissədə eyni şəkildə nə olmalıdır? Natural ədəd olmalıdır. Yəni, əvvəlcə baxmalıyıq ki, bu nisbət natural ədəd olmalıdır. Bu nisbətin natural ədəd olması üçün C ən az neçə olmalıdır? 8. Çünki C 8 olsa və yaxud da 8-dən aşağı qiymət alsa, bu kəsr ədəd olacaq, natural ədəd olmayacaq. Kəsr ədəd olduqda da biz bu ifadəni 50-dən çıxsaq, orada natural qiymət almaq olmayacaq. Ona görə C-nin deyirik ən kiçik qiyməti 8-dir. C-yə niyə ən kiçik qiymət veririk? Bizdən B-nin ala biləcəyi ən böyük natural qiyməti soruşursa, biz burada digərlərin minimum eləməliyik. Yəni, burada A-ya da C böl 8-ə də, 2A-ya da C böl 8-ə də ən az qiymət verməliyik ki, 50-dən çıxanda B-nin ən böyük qiyməti qalsın. C bərabərdir 8 olduqda, bu eləyəcək 1. Daha sonra A-nın ən kiçik qiyməti 1 olsun. Çünki natural ədəddə ən kiçik qiymət 1 verə bilərik. İndi gəlin C-nin 8, A-nın 1 qiymətində hesablayaq. Necə olacaq? 2 vurulsun 1, üstəgəl B, üstəgəl 8 bölünsün 8, 1, bərabərdir 50. Burada olacaq ki, B plus 3 bərabərdir 50-yə, B bərabərdir 47. Baxın, neynədik? B-nin ən böyük olması üçün digərlərinə ən kiçik qiymətlər verdik. B-nin ala biləcəyi ən böyük qiymət isə bu sualda 47. 17-ci sualın cavabı olacaq 47. Keçid edək növbəti suala. Növbəti sual 18-ci sualdır. 18-ci sualda nə deyir? AB minus BA. Burada qeyd edeyim. AB minus BA bölünsün A minus B üstəgəl A plus B bərabərdir 21. Şərtini ödəyən AB 2 rəqəmli ədədlərinin sayını tapın. Əvvəlcə nə etməliyik? AB və BA-nı açılışını yazmalıyıq. Necə olacaq? A 10A üstəgəl B çıxılsın, mötərizə açıram. Çünki burada toplam olacaq. Üstəgəl A bölünsün A minus B-yə. Digər tərəfdən nə verilib orada? Üstəgəl A üstəgəl B bərabərdir. Bu ifadənin qiymətini verib 21. Gəlin bunu hesablayaq. Yuxarıda gəlin mötərizəni açaq. Nə eləyəcək? 10A üstəgəl B çıxılsın 10B. Burada mənfidir, artı olacaq çıxılsın A bölünsün A minus B. Üstəgəl A üstəgəl B bərabərdir 21-ə. İfadənin geri qalanını yazaq. Burada necə olacaq? 10A çıxılsın A. 9A çıxılsın 9B. Çünki müsbət B-dən mənfi 10B çıxırıq. A minus B olduğu kimi qalır. Bu hissəni də saxlayırıq bu cür. Bərabərdir 21-ə. İndi burada biz görürük ki, 9 hər ikisində ortaqdır. Mötərizə xaricinə çıxarsaq A minus B olacaq A minus B-yə. Üstəgəl A plus B bərabərdir 21-ə. A minus B-ləri buradan ixtisar etsək nə olacaq? 9 plus A plus B bərabərdir 21. A plus B bərabərdir ifadə şəklində buradan 12-yə. Bizə deyirdi ki, AB 2 rəqəmli ədədlərinin sayını tapın. Aha, baxaq. A, B 2 rəqəmli ədəddir və bilirik ki, bu ədədin rəqəmləri deyirik. Çünki A və B burada ancaq rəqəm olmalıdır. İndi burada baxırıq ki, A plus B cəmi 12-dir. Baxaq görək, A, B hansı ədədləri ödəyir? Məsələn, cəmi 12 eləyən 11 və 1 yazsaq, olmaz. Çünki burada A 11 ola bilməz, B də 11 ola bilməz. Yəni, ədəd ola bilməz. Rəqəmdən başlamalıyıq. Gəlin, ən böyükdən başlayaq. Məsələn, tutaq ki, A 9, B 3. Cəm 12, hər biri rəqəmdir və ödədir. Digər tərəfdən A olar 8, B 4. Yenə cəmlər 12 elədi. Daha sonra 7, 5. Digəri nə ola bilər? 6 üstəgəl 6. Amma biz A-ya B-yə 6 versək, bizdə verilən ifadədə məxrəc nədir? A minus 1. Əgər A 6, B 6 olsa məxrəcdə 0 alınır və biz bu kökü götürə bilmərik. Ona görə 6 plus 6-nı yaza bilmərik. A-nın qiymətləri 9, 8, 7, B-nin qiymətləri 3, 4, 5 və eyni şəkildə bunun tərsi də ola bilər. B plus A bərabərdir 12 olsa, 9, 3, 8, 4, 7, 5. Bu zaman A 3, 4, 5 olar.
B 9, 8, 7 olar. Yəni bundan başqa qiymətlər ala bilməz. İndi AB 2 rəqəmli ədədlərini tapaq. Əvvəlcə 93, 84, 75. Daha sonra 39, çünki burada A 3-dür, B 9-dur. 48 və 57. Neçə dənə ədədimiz oldu? 1, 2, 3, 4, 5, 6. Deməli, AB 2 rəqəmlidir. Bu şərti ödəyən AB 2 rəqəmli ədədlərinin sayı neçə imiş? 6 imiş. 18-ci sualın cavabı olacaq 6. Baxaq 19-cu suala. 19-cu sualda yeni bir sualdır. 3 rəqəmli ədədin 1% onun rəqəmləri cəminə bərabərdir. Gəlin əvvəlcə 3 rəqəmli ədədi yazaq. A, B, C. 3 rəqəmli ədədi. Ədədin 1% nə deməkdir? Yəni ədədin %1 hissəsi. Ədədi 1%-ə vurub 100-ə bölürük. O hissə deməkdir. 3 rəqəmli ədədin 1%, yəni ABC vurulsun 1%, bölünsün 100%, faizi tapırıq. Nəyə bərabərdir? Rəqəmləri cəminə, yəni A plus B plus C-yə. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini soruşur. Gəlin əvvəlcə baxaq. ABC bölünsün 100 bərabərdir A plus B plus C-yə. Tənasübün qaydasına əsasən bunu çarpaz vurub hesablayaq. ABC-nin açılışında birbaşa yaza bilərik. 100A plus 10B plus C bərabər olacaq. Çarpaz vursaq 100A plus 100B plus 100 C-yə. 100A-lar hər iki tərəfdə işarə müsbətli islah gedər. Digər tərəfdən 10B-ni 100B-nin yanına keçirsək olacaq 90B. C-ni də bərabərliyin sağ tərəfinə keçirsək olacaq üstəgəl 99 C-yə. Bərabərdir 0-a. Burada gəlin neyini hesablamaq üçün 90B plus 99 C bərabərdir 0-dırsa 90B bərabərdir mənfi 99 C şəklində yazaq. Daha sonra hər tərəfi 9-a bölək, sadə olsun deyə 10B bərabərdir mənfi 11 C-yə. Belə bir ifadə aldıq. Baxın, bizdən 3 rəqəmli ABC ədədindən söhbət gedirdi. Burada qeyd edirəm. İndi burada bir tərəf 10B, digər tərəf mənfi 11C. Yəni bu ifadənin bərabər olması üçün mütləq ki, ya burada B mənfi olmalıdır ki, digər tərəfdə C müsbət olsun, mənfi bərabər olsun, ya da C mənfi olmalıdır ki, digər tərəfdə B müsbət olsun, mənfi müsbət alınsın. Amma burada biz nə demişik? A, B, C natural olmalıdır, rəqəm olmalıdır. Yəni burada B və C heç vaxt müsbət və mənfi qiymətlər ala bilmir. O zaman burada baxırıq ki, yalnız qiymət nə ola bilər? B bərabərdir 0, C bərabərdir 0. Çünki qalan digər qiymətlərin heç biri, baxın, bu 3 rəqəmli ədəd şərtinə görə ödəmir. İndi B 0, C 0 olarsa nə olacaq? A 0, 0 üstü xətt. Bizə deyirdi ki, 3 rəqəmli ədədin 1% rəqəmləri cəminə bərabərdir. Ədədimiz nə ola bilər burada? Gəlin baxaq. Biz dedik axı A, B, C bu şəkildə olanlar nə olmalıdır? Sadəcə rəqəmləri ala bilər. İndi gəlin onu buna tətbiq eləyək. A 0, 0-dırsa, A burada hansı qiymətlər ala bilər? Təbii ki, rəqəmləri ala bilər, ancaq 0 ala bilməz. Onda 1-dən başlasaq, A 1 olsa 100, 2 olsa 200, 3 olsa 300, 4 olsa 400, 5 olsa 500, 6 olsa 600, 7 olsa 700, 800 və 900 rəqəmləri ala bildi. Bizdən nəyi soruşurdu? Yenə də baxın, yoxlamaq istəyirsinizsə yoxlaya bilərsiniz. 3 rəqəmli ədədin 1% deyir, rəqəmləri cəminə bərabərdir. Bu ədədin 100-ün 1% neçə eləyəcək? 1, rəqəmləri cəmidə 1. 200-ün 1% 2, rəqəmləri cəmi 2. Yəni hər birində ödəyəcək. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini soruşur. Ən böyük qiymətimiz 900, ən kiçik qiymətimiz 100. 900 çıxılsın 100 bərabər olacaq 800-ə. 19-cu sualda cavab 800. İndi gəlirik 20-ci suala. 20-ci sualda deyilir ki, 2 rəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Baxın, A, B 2 rəqəmli ədəddir. Təkliklərin sayı B, A-dan 2 vahid böyükdür nə deməkdir? Yəni B bərabərdir A plus 2-dir. 2 vahid böyük. Gətirib yerinə yazsaq, burada A plus 2 olar, ədəddir. Daha sonra nə deyir? 2 vahid böyükdür və bu 2 rəqəmli ədədin rəqəmləri cəminə hasil. Baxın, 2 rəqəmli ədədimiz budur. Bu ədədin rəqəmləri cəminə hasildir. Rəqəmləri cəminə olacaq A plus 2, çünki rəqəmləri A plus 2-dir.
bərabərdir. Neçə verib? 144. Gəlin bunu açaq. A plus 2-ni açsaq necə olacaq? Bilirik, təkli onluq olduğuna görə 10A üstəgəl, mötərizdə açaq təbii ki, A plus 2 vurulsun. A plus 2 bərabərdir 144-ə. Daha sonra burada nə olacaq? 11A plus 2 vurulsun. 2A plus 2 eləyir bu mötərizənin daxilində. 2-ni mötərizə xaricinə çıxarsaq, qalar A plus 1. Bərabərdir 144-ə. Biraz sadələşdirək. 11A plus 2, A plus 1 bərabərdir 72-yə. Burada təbii ki, bu mötərizəni vurub açıb kvadrat tənini hesablamaq olar. Amma o uzun yoldur. Yəni, burada bilirik ki, A plus 2 ədədindən söhbət gedirsə, burada məhdud sayda A qiymət ala bilər rəqəmləri. Gəlin başlayaq. Təbii ki, 0 ala bilməz, çünki 0 ədəd başlaya bilməz. 1-dən başlayırıq. A bərabərdir 1 olsa nə olacaq? 11 vurulsun 1, üstəgəl 2. Digər tərəfdən vurulsun 2, bərabər olacaq 13 vurulsun 2, yəni 26. Ödəmədi şərtimizi. Daha sonra A-ya 2 versək, olacaq 22 üstəgəl 2 vurulsun 2 plus 1, 3. O da 24 vurulsun 3, 72. Bəli, şərtimizi ödədik. Deməli, A-nın qiyməti hansıymış? 2 imiş. Bizdən soruşur ki, bu ədədi tapın. Ədədimiz hansı şəkildə idi? A plus 2. Yazsaq yerinə 2, 4. Yəni 24. Verilən ədədimiz, bizdən soruşulan ədədimiz 24 imiş. 20-ci sualda cavab 24 eləyəcək. 21-ci sualda isə deyilir ki, 2 rəqəmli ədədin təşliklərinin sayı, 2 rəqəmli ədəd var. Təşliklərinin sayı B, onluqlarının sayının 3 dəfə çoxdur. Onluqlarının sayı A-dır. 3 dəfə çoxdur nə deməkdir? 3A-dır. İndi ədədimiz olacaq A, 3A şəklində. Təklik və onluq. Bu ədədin, bu 2 rəqəmli ədədin rəqəmlərinin fərqinin moduluna, yəni fərqinin modulu müsbət olmalı təbii ki burada. Biz də böyükdən kiçik çıxarıq. 3A minus A. Müsbət alınsın deyə. Bərabərdir 234 verilib. Gəlin hesablayaq. 10A plus 3A vurulsun 2A bərabərdir 234-ə. Burada edəcək 13A vurulsun 2A bərabərdir 234. A kvadratı, daha doğrusu 26A kvadrat bərabərdir 234-ə. A kvadrat bərabərdir 234 26-ya bölsək 9 dəfə düşər. A bərabərdir 3-ə. A-nı neçə təyin elədik? 3. Bu ədədi tapın deyirdi. Ədədimiz nə idi? A, 3A. Bərabərdir. A-nın yerinə 3 yazsaq olacaq 39. 21-ci sualda cavab 39 olacaq. 22-ci suala baxaq. 22-ci sualda rahat bir sual oxşuyur. AB 2 rəqəmli ədədi üçün AB çıxılsın BA bərabərdir. Daha doğrusu bölünsün də var. A üstəgəl B. 7 olarsa A vurulsun B hasilini deyir. Təbii ki, AB, BA-nı açılış şəklində yaza bilərik. Yəni 10A üstəgəl B çıxılsın. Mötərizə açırıq. 10B üstəgəl A. Bölünsün A üstəgəl B bərabərdir 7-yə. Baxaq, 10A üstəgəl B minus 10B çıxılsın A. Bölünsün A plus B bərabərdir 7. Yuxarıda 10A çıxılsın A var. 9A B çıxılsın 10B minus B. Daha doğrusu 9B. Bölünsün A plus B bərabərdir 7. İndi gəlin biraz sadələşdirək. 9-u çıxarsaq A minus B və tənasübün qaydasına əsasən çarpaz vursaq 7 A plus B-yə. Mötərizələri vurub atsaq, 9 heç mötərizə xaricinə çıxarmağa ehtiyac yox idi əslində. 9B bərabərdir 7A üstəgəl 7B-yə. A-ları bir tərəfə, B-ləri bir tərəfə keçirsək 2A bərabərdir 16B-yə. A bərabərdir 8B-yə. Bizdən soruşurdu ki, AB hasilini tapın. Bilir ki, A burada 8, B burada 1 ola bilər yalnız. Çünki bizdən AB ədədlərindən söhbət gedir. Yəni burada A bərabərdir 8K, B bərabərdir K yazsaq belə K-nın yeganə qiyməti 1-dir. Ona görə A bərabərdir 8, B bərabərdir 1. Hasil isə nə edəcək? A vurulsun B bərabərdir 8. 22-ci sualın cavabı 8. Baxaq 23-cü suala. 23-cü sualda soruşulur ki, yenə eyni misaldır, eyni tip misaldır. AB minus BA bölünsün A plus B-yə bərabərdir 6-ya. Gəlin yenə açılışı yazaq. 10A plus B minus 10B artıq minus A yazıram. Bərabərdir çarpaz vursaq 6A plus B şəklində. Gəlin sadələşdirək. 10A minus A 9A
minus 9B-yə bərabərdir 6A plus 6B-yə. A-ları bir tərəfə, B-ləri bir tərəfə yenə yazsaq 3A bərabərdir 15B olar. 15B hər tərəfi 3-ə ixtisar eləsək A bərabərdir 5B-yə. Soruşurdu ki, AB hasilini tapın. Yenə də baxırıq ki, A bərabərdir 5, B bərabərdir 1. A vurulsun B isə edəcək 5. 23-cü sualın cavabı isə 5 eləyəcək. İndi baxırıq 24-cü suala. 24-cü sualda x, y və y(x) natural ədədləri üçün deyir. X, y üstü xətt minus y bölünsün y(x) üstü xətt minus x bərabərdir 2 olarsa, x plus y cəminin ən böyük qiymətini soruşur. Gəlin baxaq, bu sualda açaq əvvəlcə 10x plus y minus y, 10y plus x minus x bərabərdir 2-yə. Sadələşdirək. Y-lər və x-lər islah keçsə 10x bölünsün 10y bərabərdir 2. Burada onlar da ixtisar keçsə qalar ki, x bölünsün y bərabərdir 2-yə. Yəni x bərabərdir 2y-ə. Bizə verilən ədədlər x, y və y(x) ədədləri idi. İndi bizdən x plus y cəminin böyük qiymətini soruşur. Baxın, x bərabərdir 2y-dirsə, biz nə edə bilərik? Bu ədədlərə qiymət verib digərini tapa bilərik. Təbii ki, məhdud sayda verə bilərik, çünki bizdən x, y və y(x) ədədləri necə olmalıdır? Buradakı x-lar, y-lər rəqəmlər almalıdır. Gəlin yoxlayaq. Y 1 olsa, çünki y 0 ola bilməz, 0-dan ədəd başlamır. Y 1 olsa x 2. Y 2 olsa x 4. Çünki ikimisinə bərabərdir. 3 olsa 6, 4 olsa 8, 5 olsa, y 5 olsa, x bərabərdir burada yuxarıda 10 alınır. Biz isə deyirik ki, burada x və y rəqəmlər ola bilər sadəcə. Təbii ki, 5 qiymətini ödəmir. Yəni, x, y-in ödəyəcəyi qiymətlər yalnız bunlardır. X plus y cəminin ən böyük qiyməti təbii ki, hər ikisinin böyük qiyməti 4 plus 8 bərabərdir 12 qiymətində alar. 24-cü sualda da cavab 12 olacaq. Daha sonra baxaq 25-ci suala. 25-ci sualda 24-cü suala bənzəyir. Deməli, bu zaman burada da deyir ki, 25-ci sualda x, y minus y bölünsün y(x) minus x bərabərdir 4-dür. Yenə hesablasaq. 10x plus y minus y 10y plus x minus x bərabərdir 4. Sadələşdirdikdən sonra x bölünsün y bərabərdir 4-ə, x bərabərdir 4y olacaq. Yenə eyni qayda ilə təbii ki, x, y(x) ədədlər şərtini nəzərə almaqla x və y qiymətlər verərək tapa bilərik. X, y olsun, y 1 olsa x 4, y 2 olsa x 8. Artıq burada y 3 qiymətini ala bilməz. Niyə ala bilməz? Çünki y 3 olsa x artıq 12, o bizim şərtimizə ziddir. O zaman deyərik ki, x plus y cəminin böyük qiyməti nə olacaq? 8 plus 2, 10. 25-ci sualda cavab 10 olacaq. 26-cı sualın həllinə keçid eləyək. 26-cı sualda deyir ki, AB plus BA hər ikisi ədəddir. Üstəgəl A plus B kiçikdir 84. AB hasilinin ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymətin cəmini soruşur. Gəlin bunları açaq əvvəlcə. 10B üstəgəl A. Daha sonra sadələşdirək. 10A, AA edəcək 12A, üstəgəl B, 10B və B, 12B-yə. Kiçikdir 84-dən. Hər tərəfi 12-yə bölə bilərik. Bərabərsizlik xassəsinə əsasən bilirik ki, müsbət ədədə böldükdə təbii ki, işarə dəyişməyəcək. Hər tərəfi bölürük 12-yə. Olacaq A plus B kiçikdir 7. A plus B qiyməti 7-dən kiçik qiymətlər almalıdır. A, B və BA ədədlərimiz şərtləri daxilində. İndi gəlin baxaq, hansı şərtləri ödəyər. Məsələn, 1 ola bilər, onda ən çox neçə olacaq? 7-dən kiçik olmalıdır, o zaman olar 5. Daha sonra 2 cəm 6 eləməlidir ki, 7-dən kiçik eləsin. Daha sonra neçə eləyər? 2, 4, 3, 3, bu qədər. Böyük qiymətlərimiz bu qədər. Bizə deyir ki, AB hasilini ala biləcəyi böyük qiymət ilə kiçik qiymətin cəmini tapır. Baxın, burada böyük qiymətləri yazdıq. Yalnız 6-nın 6 ola bilər. Cəm 6 ola bilər ki, böyük olsun. Kiçik nə ola bilər? Yalnız 2 ola bilər. Çünki A, B ən az nə ola bilər rəqəmlər olaraq? 1 ola bilər. Çünki B 0 ola bilməz, A 0 ola bilməz, 0 ədəd başlamır.
Yalnız 1, 1 olduqda ən kiçik qiymət olur. A plus B. AB hasilinin ala biləcəyi qiymətlərdən söhbət gedir. Yəni burada 1 plus 1 7-dən kiçikdir. AB olsun. A vurulsun B hasilinin ən böyük qiyməti neçə olacaq? Burada baxırıq ki, 3 vur 3 9, 5 vur 1, təbii ki 4 vur 2 8, yəni 9 olacaq ən böyük qiyməti 3 vur 3. Daha sonra A vurulsun B-nin kiçik qiyməti təbii ki 1 vurulsun 1 olacaq 1. Ən böyük qiymətlə ən kiçik qiymətin cəmi isə 10 edəcək 9 plus 1. İndi baxırıq 27-ci suala. 27-ci sualda deyilir ki, A bərabərdir 12 üstü 223 vurulsun 7 üstü 56 üstə gəl 19 üstü 25. Baxın, üstü böyük ədədlərdə, son rəqəmlərdə təkrarlanmalar baş verir. Buna görə biz onun dövrünü tapıb həmin dövrə bölürük. Daha sadə bir dövr alırıq. Necə edirik bunu? Məsələn, 2 üstü 1 bərabərdir 2. 2 üstü 2 bərabərdir 4. 2 üstü 3 bərabərdir 8. 2 üstü 4 bərabərdir 16. Daha sonra 2 üstü 5 bərabərdir 32. 2 oldu. 2 üstü 6 bərabərdir 64. 2 üstü 7 bərabərdir 128 və 2 üstü 8 bərabərdir 256. Bu qədər yetərlidir. Baxın, hər 4 dəfədən bir sonlar, son rəqəmlər nə olur? Təkrarlanır. Bu bütün ədədlərdə bu cür olacaq. Hər 4 dəfədən bir təkrarlanacaq. İndi gəlin bunu tətbiq eləyərək 4 dəfədən bir təkrarlanırsa, biz nə edə bilərik? Təbii ki, üstü 223 məsələn 4-ə qalıqsız bölünmür. Məsələn 56 4-ə qalıqsız bölünür. Düzdür? 56. 4-ə qalıqsız bölünür. Olacaq 14. Deyə bilərsiniz ki, bu zaman son rəqəmi necə götürürük? 16-nı bölürük 4-ə, 13 yazırıq və qalıq kimi 4-ü saxlayırıq üstə. Rahat olsun deyə əslində 0-da saxlaya bilərik. O zaman da təyin etmək mümkündür. 4 olsun ki, üstü təyin etmək rahat olsun. Gəlin indi bu dediklərimizi tətbiq edək. 12 üstü 223-ü sadələşdirsək, 223-ü bölürük 4-ə. Neçə düşəcək? 5, 23-də 5 dəfə, qalıq qalacaq 3. Yəni 12 üstü 223-ün əvəzinə yaza bilərik ki, 12 üstü 3 vurulsun. Daha sonra 7 üstü 56 var burada. Nə edirik? 4 dəfədən bir təkrarlanır deyə dediyimiz kimi 56-nı bölürük 4-ə, 13 yazırıq, qalığı 4 saxlayırıq. 4 kimi. O zaman olacaq 7 üstü 4, üstə gəl 19 üstü 25-də də 25-i bölürük 4-ə, düşəcək 6, qalıq 1. Yəni 19 üstü 1 bərabərdir. Bunu hesablamaq daha rahatdır. Yenə də son rəqəminə baxmaq kifayətdir. 2 üstü 3 8 edər. 7-nin 4 dəfə üstü. Gəlin yazaq. 7 üstü 1 bərabərdir 7. 7 üstü 2 bərabərdir 49. 7 üstü 3 bərabərdir 343. Baxın, son rəqəmləri vurmaqla yaza bilərik. 7 vurulsun 7 49 idi. Daha sonra 9-u vurduq 7-yə 63 3. 7 üstü 4 bərabərdir 63-ü gətirib, yəni 343-ü gətirib vururuq 7-yə. Təbii ki, son rəqəmin vursaq, 7 vurulsun 3 olacaq 1. Son rəqəmi 1. Buradan təyin elədik. İndi 7 üstü 4-ün yerinə son rəqəm yazırıq 1. Üstə gəl 19. Təbii ki, biz bilirik ki, ədədi toplayarkən, vurarkən hər zaman sondakı rəqəmlər alınır. Cəmdə də, hasildə də. 8 üstə gəl 19-da 27 və bu ədədin son rəqəmi olacaq 7. Yenə deyirəm, təkrarlamalardan istifadə eləməklə bu sualların həllini yazmaq mümkündür. 27-ci sualda cavabımız olacaq 7. Bu ədədin son rəqəmi 7 ədədir. İndi gəlirik uyğunlaşdırma suallarımıza. Deməli, 28-ci sualda birinci verib ki, ifadələrdən AB üstə gəl BA. Və bizə deyir ki, A variant 9-a bölünür, 37-yə bölünür. Gəlin əvvəlcə ədədi sadələşdirək. 10A üstə gəl B, üstə gəl 10B, üstə gəl A. Bərabər olacaq 11A üstə gəl 11B-yə. O da bərabərdir 11A üstə gəl B. Buradan görünür ki, ədəd 11-ə bölünəcək. Çünki içində 11 vuruğu var və biz ədədi 11-ə bölsək qalıqsız olacaq. Deməli, birinci variantı oldu. Burada qeyd eləyək kiçik 1, 2, 3. Birinciyə olacaq C variantı. Gəlin baxaq ikinci şərtə. İkinci şərtdə nə deyir? A, AB üstü xət minus BA üstü xət bərabərdir 10A üstə gəl B minus 10B minus A. Qarşıda mənfi var deyə. 10A minus A 9A B minus 10B minus 9B-yə. Burada mötərizə xaricinə çıxarsaq A minus B.
Aha, burada yazılıb ki, 9-a bölünür. Bəli, 9-a bölünür. Çünki bu ədədin vurğularından biri 9-dur. 9-a bölünəcək. İkinci suala da olacaq B, A variantı. İndi baxırıq üçüncü şərtə. A üstü xətt üstə gəl. B üstü xətt bərabərdir. Bu sualda yaza bilərik ki, 100A 10A üstə gəl A üstə gəl 100B üstə gəl 10B üstə gəl B bərabərdir. Burada sadələşdirsək 111A üstə gəl 111B bərabər olacaq. 111-i mötərizə xaricinə çıxarsaq A plus B qalacaq. Baxın, burada deyirik ki, 111-ə bölünür və eyni zamanda diqqət eləməliyik ki, 111 ədədi 37-yə də bölünür. 3 dəfə düşür hansı ki? 1, 111. Ona görə deyirik ki, bu ədəd həm 111-ə bölünür, həm də 37-yə bölünür. Yəni, üçüncü sualımıza hər iki variant gedəcək, B və Y variantı. Qeyd eləyək burada B, Y. Bu da oldu 28-ci sualımızın cavabı. Gəlin, baxaq 29-cu suala, yenə bir uyğunlaşdırma sualı. 29-cu sualda ifadələrin yeni qiymətlərini yazaq. A çıxılsın B bərabərdir. Olacaq 10A çıxıl üstə gəl A. Çıxılsın 10B üstə gəl B olmalıdır. Mənfidir deyə yazırıq. Çıxılsın B bərabərdir. 11A çıxılsın 11 B-yə. Təbii ki, B-ni 11-i mötərizə xaricinə çıxarsaq, biz deyərik ki, bu ədədimiz nədir? 11-ə bölünür. Yenə yazırıq 1, 2, 3. 11-ə bölünürsə B variantı. Gəlin ikinciyə baxaq. İkincidə nə deyir? A, B, C minus B, A, C bərabərdir. Yaza bilərik 100A üstə gəl 10B üstə gəl C çıxılsın. 100B çıxılsın 10A çıxılsın C bərabərdir. 100A çıxılsın 10A 90A 10B çıxılsın 100B çıxılsın 90B C-lər də islah gedər. Bərabərdir 90-ı mötərizə xaricinə çıxarsaq A minus B. Baxın 90-da 9 vurğuda var, 10 vurğuda var. Deməli bu ədəd həm 9-a qalıqsız bölünəcək, həm də 10-a qalıqsız bölünəcək. Onda ikinciyə olar A və C variantı. Gəlin üçüncünü yoxlayaq. Birbaşa yazıram bunu. 100A üstə gəl 10A üstə gəl A çıxılsın 100B. Buradan söhbət gedir. Çıxılsın 10B və çıxılsın B bərabər olacaq. Buradan eləyəcək 111A minus 111B-yə. Bayaqki şərtdir. Deməli, bu ədədimiz 11-ə bölünəcək. Sadəcə vurğularından 11 olacaq. Digərləri ödəməyəcək heç biri. Ona görə üçüncü suala da olacaq D variantı. Bu da 29-cu sualımızın cavabı. Birincisidə deyir ki, AB minus BA bərabərdir 4A minus 3B. Gəlin bunu hesablayaq. Açsaq 10A üstə gəl B minus 10B minus A bərabərdir 4A minus 3B-yə. Hesablayaq 9A minus 9B bərabərdir 4A minus 3B-yə. Necə olacaq burada? A-nı A-nın yanına, B-ni B-nin yanına keçirsək 5A bərabərdir 3B-nin üstünə 9B, mənfi 3B-nin üstünə 6B-yə bərabərdir. Baxın burada A bərabərdir 6-ya, B bərabərdir 5-ə. A, B ədədlərinin cəmi neçə eləyəcək? 11. A plus B bərabərdir 11 olacaq. A minus B də bir şərti görürük ki, variantlarda yoxdur. Yazırıq buradan 1, 2, 3. Birinciyə olacaq Y variantı. Gəlin baxaq ikinci suala. İkinci sualda A, B üstü xətt bərabərdir 4A plus 8B. Hesablayaq 10A plus B bərabərdir 4A plus 8B-yə. A-nı bərabərliyin sol tərəfinə keçirsək 6A, B-ni keçirsək sağ tərəfə 7B. A bərabərdir 7, B bərabərdir 6. A plus B cəmi 13. A minus B cəmi yenə 1 eləyəcək. Yenə də verilən cavab yoxdur. Sadəcə cəmi var, o da A variantındadır. Gəlin baxaq üçüncüyə. Üçüncüdə isə burada yazaq AB 3 minus AB bərabərdir 228. Açaq hər birinin 100A plus 10B plus 3 minus 10A minus B bərabərdir 228-ə. 100A minus 10A olacaq 90A. 10B minus B üstə gəl 9B-yə bərabərdir 225-ə. Burada necə yazarıq? 9-u mötərizə xaricinə çıxarsaq nə olar? 9, 10A plus B
A plus B bərabərdir 225-ə. AB-nin asılışıdır. 10A plus B bilir ki, AB-nin asılışıdır. Bərabər olacaq 225-i 9-a bölsək 2 dəfə və 5 dəfə. 25. AB ədədimiz, yəni A bərabərdir 2, B bərabərdir 5. İndi yaza bilərik. A üstəgəl B bərabərdir 7-yə. A minus B bərabərdir. Burada mənfi alınır, mənfi 3. Bu şərt onsuz da yoxdur. Yəni, daha sonra yaza bilərik. B minus A bərabərdir 3-ə. A plus B 7, B minus A 3. Hər iki variantda var. Yəni, C və D variantında. O zaman yazarıq C, D. Bu da olacaq bizim 30-cu sualımızın izahı. Ümid edirəm ki, bu testin izahı sizə faydalı olacaq. Növbəti test izahlarında görüşənə qədər sağ olun.